İzləyicilərim 2 sot yarımın içərisində, hətta demək olar ki, 3 sotun içərisində 7 otaq şəxsi istifadə üçün tikilmiş belə bir möhtəşəm evimiz var. Bu məhəllənin adı Xırdalan şəhəri Milyonerlər məhəlləsi 2-dir. Məhəllənin adı belədir. Burada elə çox da milyonerlər yoxdur, elə hamısı orta təbəqəli insanlardır. Hə, çək təqdim elə həyətin çöldə, bax görsən, çöldə bir dənə qəşəng belə mətbəxi var. Mətbəx belə köhnəlib, üstü navesi görsən qəşəng səliqəli. Çək təqdim eləyə burada belə gözəllik. Mən alça yeyirəm, sən evi göstər. Hə, qardaş. 2 mərtəbə. Mərtəbə arası səhv eləmirəmsə beton monolitdir. Göstər. Qəşəng səliqəli bir evdir. Gəl. Bu alça buranın da, sonra deməyin ki. Burada bir yer də var, ağac əkmək üçün. Bu yolka ağacları zaten ona aiddir. Evin ətrafına keçmək üçün burada yeri var. Bu qapıdan. Bir dənə belə bir ağac əkmək. Burada da yeri var. Təcili satıldığı üçün qiymətində indirim olunub. 7 otaq. Baxın, evin bura zalıdır. Bundan da böyük bir dənə zalı var. Orada da yer var, görsən. Göstər, bir otağı buradadır. 4 bir tərəf qoşadaş. Özünə tikilmə evdir, şəxsi tikili evdir. Sadəcə yüngül təmir olunub içərisində. Burada da yerləşir çox böyük bir dənə mətbəx. Mətbəxin ölçüsünə bax. Çox geniş daxil. Burada mətbəxin podvalı var. Buna bax bir dənə. Bax, göstər bir dənə. Görsən, rahat nə istəyirsən yığa bilirsən içinə. Gəl. Hamam sanuzeli burada da var. Bax, buradadır. Göstər. Qalxaq 2-ci mərtəbəyə. Sənədi kupçadır. Saxladın. Bu da 2-ci mərtəbəsi. Görürsünüz. O göstərdiyim zaldan da bu zal genişdir onunla. 2-ci mərtəbənin pəncərələridir. Burada yerləşir bir otağı. Çək təqdim elə. Burada yerləşir evin bir otağı. Burada işıqlar qoşulmuyor. Burada 2-ci otağıdır. Burada 3-cü otağısını çək təqdim elə. Mən bu bahalı panoram olan yerə keçim. Sağ balkona. Bazalını bir daha göstər. Sağ balkona. Bax, belə bir balkona çıxmaq üçün yeri var. Belə bir səliqəli balkonu var. Həyəti görsənir. Üstü navesi. Və rahatçılıqla o başa, bu başa hərəkət eləmək olur. Bugünkü gün satış qiyməti düşüb 134.500 manata. Real alıcı ilə qiymətli yerində razılaşma olunacaq. Bugünü bu qədər. Sağ olun, salamat qalın.